Leyla Aliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb. Leyla Aliyevanın iştirakı ilə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub. Leyla Aliyeva BMT-nin Cenevrə ofisində Azərbaycan otağı ilə də tanış olub. Leyla Aliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşdü. BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə məhsuldar keçən görüşdə Xəzər dənizinin ekoloji problemləri, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Cenevrədə Xəzər dənizinin ekoloji problemləri də diqqət mərkəzində oldu. Qeyd olundu ki, ətraf mühitin məsuliyyəti, ictimai məlumatlıq, gənclərin cəlb olunması və beynəlxalq əməkdaşlığın artırılması çox vacibdir. BMT-nin Cenevrədəki mənzil qərargahında Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi, Kaspisnet elmi şəbəkəsi və Tehran konsepsiyası katibliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksək səviyyəli panel müzakirələri keçirildi. Tədbirin rəsmi hissəsində çıxış edən Leyla Aliyeva Xəzər dənizinin qlobal əhəmiyyəti, üzləşdiyi ekoloji təhdidlər və onun gələcək nəsillər üçün qorunması məqsədi ilə elmi tədqiqatlara əsaslanan birgə fəaliyyətlərin əhəmiyyəti barədə məlumat verdi. Leyla Aliyeva vurğuladı ki, dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi prosesləri vaxtında və əlaqələndirilmiş tədbirlər görülmədiyi təqdirdə daha ciddi nəticələrə gətirib çıxara bilər. O, tədbir iştirakçılarını Xəzər dənizi ilə bağlı müzakirələri real nəticələrə gətirən konkret addımlarla davam etdirməyə çağırdı. BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov tədbirdə çıxış edərək bu cür müzakirələrin dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspert icması arasında dialoqun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdilər. Onlar ətraf mühitin idarə olunması sahəsində institusional əməkdaşlığın, eləcə də məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi Xəzər dənizinin qorunması istiqamətində səylərə töhfə verəcəyini bildirdilər. Bugün müzakirə olunan mövzular çox maraqlıdır. Çünki artıq Xəzər dənizi ilə bağlı fəaliyyətə keçməyin vaxtıdır. Artıq görürük ki, Xəzər dənizi kiçilir, su səviyyəsi aşağı düşür. Su səviyyəsi azalır və əgər bu azalma 8 metrə çatsa, Xəzər dənizinin 1/3-ni itirəcəyik. Bu əlbəttə ki, getmək istədiyimiz yol deyil. Burada qaldırılan məsələ çox aktualdır. Suyun səviyyəsinin azalmasına səbəb olan amilləri anlamaq çox vacibdir. Bu sahədə yaxşı elmi anlayışımız var. Nerə gəlir ki, addım-addım müxtəlif digər proseslərdə də, məsələn, Bakıda keçiriləcək World Urban Forum çərçivəsində və eləcə də bundan öncəsində keçirilə biləcək müxtəlif tədbirlər çərçivəsində biz, belə deyim, bu inisiyativi gücləndirib Xəzər dənizinin problemlərini dünyaya daha çox çatdırıb, beynəlxalq əməkdaşlıq çərçivəsində, müxtəlif layihələr çərçivəsində ayrı-ayrı problemlərin həllinə doğru, belə deyim, müsbət töhfə verə bilərik, müsbət nəticələr çıxa bilərik. Müxtəlif panel sessiyaları çərçivəsində BMT-nin ətraf mühit proqramının Avropa üzrə regional direktoru Arnold Krailhuber, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ətraf Mühit və Səhiyyə Mərkəzinin rəhbəri Francesca Raciopi, eləcə də Cenevra Universiteti, Geneva Water Hub, Kaspisnet və bir sıra digər beynəlxalq təşkilat və beyin mərkəzlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə ətraf mühitin idarə olunması, elmi tədqiqatların əhəmiyyəti, eləcə də Xəzərin qorunması istiqamətində beynəlxalq əməkdaşlıq və su diplomatiyasının roluna dair fikir mübadiləsi aparıldı. Müxtəlif təşəbbüslər irəli sürüldü. İştirakçılar üçün həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısa metrajlı sənədli film nümayiş olundu. Tədbir sual-cavab formatında interaktiv sessiya ilə yekunlaşdı.
Leyla Əliyeva Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində Azərbaycan otağı ilə tanış oldu. Tanışlıq zamanı Azərbaycan otağında istifadə edilmiş konsepsiya və milli elementlər barədə məlumat verildi. Qeyd edildi ki, BMT-nin Cenevrə ofisində az sayda ölkənin öz otağı mövcuddur. Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların, iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu baxımdan BMT-nin Cenevrə ofisində Azərbaycan otağı ölkəmizin təqdimatı istiqamətində əhəmiyyət kəsb edir. Qeyd edək ki, BMT-nin Cenevrə bölməsində Azərbaycan otağı Heydər Əliyev Fondu tərəfindən yaradılıb.